sümükliyi lazımdır köçürülməsi, Türkiyəyə getməliyik, donor tapılmayıb. Mən Əli İbrahimov Realoğlu kəskin leykozdan əziyyət çəkirəm. Ürək bulantısı, qızdırma, dəridə göyərtilər. Ondan sonra halsızlıq falan filan başladı. Getdik Milli Hematologiyaya, orada qan analizi verdik və həkimlər sümükliyi götürdülər. Dedilər ki, kəskin leykozdur, yəni 60% qanında var. Ondan sonra mən orada müalicə almağa başladım. 2 il müalicə getdi. 2 ildən sonra müalicəni yarımçıq dayandırdıq. Göndərmişdi Türkiyəyə. Orada sümükli referansdan təmiz gəlmişdi. Hematologiyaya gələndən sonra orada həkimlər mənə sən kəskin leykozdan əziyyət çəkdin deyən sonra təmiz çökdüm. Yəni atamı qarşımda ağlayan vəziyyətdə falan görəndən sonra heç bir ayaqüstə durmağa belə halım qalmamışdı. Sonra müalicəyə başlanıldı. 2 il ağır periodlar müalicələr getdi, davam elədi. Daha çox ağrılarım oldu, yaxşı günlərim oldu, ağır günlərim oldu. Ondan sonra təzədən bir də ikinci səfər indi qayıtdı. Yəni günlərim çətin keçir, ürək bulantıları, ağrılar, gecə yata bilmirəm, baş ağrıları olur, sümük ağrıları, dayanmadan ürək bulantısı.